Salam. Demək, indi başlayırıq birinci, ikinci qrup model suallar 2021-in davamına. 16-cı sualdan başlayaq. Demək, 16-cı sualda nə veribdi bizə? Bir dənə düzbucaqlı formasında vərəq verilib. Bir dənə vərəqimiz var. Deyir ki, düzbucaq formasında vərəqin A və D, A və D təpəsindən, həmçinin və B və C təpələri şəkildə göstərildiyi kimi qırıq xətlərlə qatlanıbdır. Tamam. İndi baxın, necə eləyək? Qırıq xətlərlə qatlanıbdır. Demək, bunlar eynidir də, ikisi də. Üst-üstə düşürlər. Demək, onda bu zaman biz belə eləyək. Demək, bura eyni də verib 8. Demək, üst-üstə düşüblərsə, demək, onda bu uzunluqdan bu uzunluq eynidir ki, üst-üstə düşübdür. Demək, ona görə buranı 4-4 götürə bilərik. Sonra eyni qayda ilə yenə burada 4 olur, burada 4. Çünki bərabərdir də, üst-üstə düşməlidir. Burada düzbucaqlı, üçbucaqlı 4, 4-sə, demək, onda hipotenuz 4/2-dir. Onda burada 4/2-dir. Eyni qayda ilə sağ tərəfi də yazırıq. 4, 4/2, 4, bura 4/2. Buralar da bilmirik, x-dir. İndi bizə deyir ki, bu zaman alınmış altıbucaqlının perimetri. Baxın, altıbucaqlının perimetri, altıbucaqlımız bu hissədədir. Bunun perimetrini taparkən, demək, x yuxarıda, x aşağıda, 2 dənə x var. Üstəgəl 4 dənə də 4/2 var. Demək, 16/2 bərabərdir 28/2. Demək, 2x bərabərdir. Buradan tapırıq ki, 12/2. X olur 6/2. Demək, x-in qiymətini tapdıq ki, 6/2-dir. Bizdən soruşur düzbucaqlının uzunluğu. Demək, düzbucaqlının uzunluğu 4, 4, bir də 6/2. Yəni 8 üstəgəl 6/2-dir. İndi 17-ci sualımıza baxaq. Demək, 17-ci sualda nə veribdir? Sualı köçürdüm. Yaxşı, 17-ci sualda deyir ki, y bərabərdə a bölü x funksiyasının qrafikidir. Demək, siz bilirsiniz ki, y bərabərdə a bölünsün x tərs funksiyadır. Demək, tərs funksiyanın qrafiki də bu formada əyridir. İndi D qrafikin paralel olan iki toxunan çəkilibdir. Tamam. D0 2 nöqtəsində çəkilən toxunanın bucaq əmsalı mənfi 2-dir. Demək, bucaq əmsalı da bilirsiniz ki, K-dır. K mənfi 2-dir. Yəni, K nə idi? F törəmən x0 bərabərdir K-ya, o da mənfi 2. Demək, biz nə edirik? Demək, y-in törəməsini tapaq. Törəməni tapacaq mənfi a bölünsün x-in kvadratı. İndi isə qiymətlərimizi qoyuq yerinə. K-in qiyməti mənfi 2-dir, bərabərdir mənfi a bölünsün x-imiz də 2-dir, kvadratı 4. Buradan a-yı tapırıq 8. Deməli, onda bizim funksiyamız y bərabərdir 8 böl x imiş. Tamam. İndi biz nə edirik? Demək, bizə deyib ki, x0 2-dən keçibdir. Demək, biz burada x-ə 2 qiymətini versək, onda y-in qiyməti neçə olacaq? 4 olacaq. Demək, biz x-ə 2 versək, y olur 4. Demək, onda bizim funksiyamızdan belə buradan bir nöqtə toxunur da, yəni düz xətt keçiririk. İndi buna paralel bir də buradan belə keçibdir. Tamam. İndi bizə deyir ki, bu toxunma nöqtələri arasındakı məsafəni tapın. Demək, buradan bura qədər olan hissəni soruşur. İndi biz bu məsafəni tapmaq üçün təbii ki, buradan bir düzbucaqlı üçbucaq düzəltməliyik. Baxın, buradan düzbucaqlı üçbucaq düzəltdik. Demək, burada 2-də 4 alıbdırsa, onda demək, x-imiz mənfi 2-də də neçə alacaq? Mənfi 4 olacaq, düzdür? Onda deməli, bu üçbucağın, baxın, bu hissəyə, bura 2-dir, məsafə, burada 2-dir, 4-dür. Demək, onu köçürdürük aşağıya, bu hissəmiz oldu 4. Sonra, indi isə bura baxırıq. Bura mənfi 4 idi axı, yəni bu hissə 4-dür, burada 4-dür, demək 8-dir. Onu da köçürdürük bu hissəyə, katidə 8. Demək, bizdən x-i soruşur. Demək, x-in kvadratı bərabərdir, 4-ün kvadratı üstəgəl 8-in kvadratı. Bunu buradan davam edəyin. İndi 18-ci sualımıza baxaq. Yaxşı, loqaritmamıza baxaq. Demək, gördüyünüz kimi, burada əsas kosinusdur, burada da kosinusdur, burada sinusdur, sinusdur. Bir əsasdan başqa əsasa keçirilib. Düsturu burada yazıram. Məsələn, tutaq ki, A əsasdan B-dir. C əsasa gətirilərsə, loqaritma C-dən B, loqaritma C-dən A yaza bilərik. Demək, biz burada, demək, gördüyünüz kimi, deyilib ki, C-lərə baxmırıq, loqaritma A-dan B. Bu hissədən yaza bilərəm ki, loqaritma 3 əsasdan, demək, sinus 4x plus 5 imiş. Əsasını dəyişib kosinusa gətiriblər. Bu hissədə isə sinusa gətirilmiş loqaritma 3 əsasdan 5-dir. Sonra əsaslar eyni olduğu üçün loqaritma 3-ləri silirik. Demək, sinus 4x plus 5 bərabərdir 5 alırıq.
Burada sinüs 4x bərabərdir 0 olur. 4x bərabərdir 0 xüsusi halda pikadır. X'imiz olur pika bölünsün 4. İndi biz nəyə fikir verməliyik? Aha, demək pika böl 4 45 dərəcədə. Loqaritmə da diqqətli olmalıyıq ki, baxın bu əsaslar kosinusumuz demişdik ki, əsas həmişə 0-dan böyük olmalıdır. Birdən də nə olurdu? Fərqli olmalıdır. Yenə bir əsasımız da burada sinusdur. Demək onda sinusumuz da həmişə 0-dan böyük olub. Yenə sinus x'imiz birdən fərqli olmalıdır. Onda deməli biz bilirik ki, sinus 0-dan böyük olmalıdır. Axı sinus demək 1 birinci rübdə, 1 ikinci rübdə, 1 3 belə deyək də, qoy bunların hamısını yazın. 1 2 3 4. Rübləri indi yazandan sonra nəyə fikir verin? Baxın indi biz demişik ki, bu pika bölünsün 4 o deməkdir. Yəni 45-in misilləri də deyək ki, 45 vurulsun k deyək də. Məsələn, mən burada k-ya 1 versəm, x olur 45. X 45 ola bilər. Çünki kosinus 0-dan böyük, sinus 0-dan böyük, əlavə də 1-dən fərqli ödəyir. K-ya 2 versəm, biz burada x-i alırıq 90 dərəcə. Amma biz bilirik ki, bu kosinus 90 qiymətində 0-dır. Amma kosinus da 0 ola bilməz axı, ona görə bu hal ödəmir. Sonra k-ya 3 versəz, olur 135 dərəcə. 135 dərəcə burada ikinci rübdür. Kosinus nədir? Mənfi. O da mənfi olsa əsasımız mənfi olar. Yəni qısaca demək onda 1 burada 45 dərəcədə ödəyir. Belə gəldi heç birində ödəmir. Bir də yenidən öz yerinə qayıtmalıdır. Yəni bir dənə tam dövr gəlməlidir. Demək ona görə həllimiz olacaq 45 plus 360k. Yəni pi bölü 4 plus 2 pi k'dır bizim həllimiz. 19-cu sualımıza baxaq. 19-cu sualda nə deyir bizə? Bizə bir funksiya verilib. b-4 2 plus c-5. D cədvəli tamamlamaqla böyük qiymətini tapın. Demək, onda biz belə eləyək də. Birinci qoy yazın bunların hamısını vaxtınız yetməz. Tamam, indi biz nə edirik? Baxırıq funksiyamıza. Funksiyamızda burada gördüyünüz kimi x kvadrat var. Yəni bu cüt funksiyadır. Burada x-dir, tək funksiyadır. Sərbəst həddimiz də həmişə cüt funksiyadır. Birinci şərtdə deyib ki, bizə tək olsun. Tək olması üçün cütlər 0 olmalıdır. Onda a-3'ü bərabər eləyirəm 0-a. A-nın qiymətini tapıram 3. Demək, tək olması üçün a3 olmalıdır. Onda c-5'i də bərabər eləyirik 0-a. C-imiz də 5 olur. C də 5 olur. Tamam, onda buradan 3'ü tapdıq, buradan 5'i tapdıq. İndi bizdən soruşubdur ki, A plus B cəminin ən böyük qiymətini tapın. Ən böyük qiymət olması üçün demək, onda B-yə də biz ən böyük qiymət verməliyik. Ən böyükdə bir rəqəmli ədədimiz neçədir? 9-dur. Çünki mötərizədə verilib ki, 9 olsun. 12'yi 5'də oradan oldu 17. Demək, burada cavab olacaq 17. İndi isə keçək bu hissəyə. Demək, cüt funksiya olanda. Cüt funksiya olması üçün demək, sadəcə cütlər qalmalıdır. Tək 0 olmalıdır. Tək olanda b-4'dür. B-4'ü bərabər etdikdə 0-a b-in qiymətini tapırıq 4. Onda b-in qiyməti 4'dür. Bura 4 yazsaq, onda A ilə C yenə bir rəqəmli ədəddir. Ən böyük bir rəqəmli ədədimiz 9, 9'dur. Bizə deməyib də ki, yəni müxtəlif olsun. Ona görə 9, 9, 4, bir də bunu qoyuruq 22. Demək, cəmən 17 və neçə oldu? 23 oldu. Demək, onda ən böyük dediyinə görə 22'ni götürməliyik. Yaxşı, 20-ci sualımıza baxaq. 20 deyəsən rahat sualdır. Tamam. Demək, bilirsiniz ki, burada dövrlərimiz var. Demək, 9'da 1, 9'da 2, 9'da 3, 9'da 2 bərabərdir. 9'da 3, 2 plus 7. Məxrəc 9'u saxlayırıq. 1, 2, 3 nöqtələrimizi qoyaq. 2 bərabərdir. 9'da 3, 2 plus 7. Burada məxrəclərimiz qısar getsin. Demək, buradan görürsünüz ki, silsilə vardır. Demək, ədədi silsilənin cəm düsturuna görə A1 plus AN bölünsün 2 vurulsun N. Yəni neçə dənə ədəd var? 2 dənə ədəd var. Demək, bərabərdir 3, 2 plus 7. Hər tərəfi 2'yə vursaq x kvadrat plus x bərabərdir 6x plus 14. Buradan x kvadrat minus 5x minus 14 bərabərdir 0. Demək ki, buradan göylərini tapırıq 7 və mənfi 2. Mənfi 2 olmaz. Demək, cavabımız nə olacaq? 7 olacaq. 21-ci sualımıza bax. 21-ci sualda demək bizə düzün 4 bucaqlı piramidanın açılışı verilibdir. Birinci şəklimizi çəkək.
Bizə deyir ki, düzün göz bucaq və çəkilmiş verilmiş açılışına əsasən AB 12-dir. Uşaqlar baxın, bunun açılışı buran bütövi 12-dirsə, biz bunu buradan da bir baxın sizə göstərim. Düzün 4 bucaqlı piramidanı. Aha. İndi deyək ki, bizə deyir ki, buranın açılışı 12-dir. O nədir? Haradır? Demək, onda buradan buradır. Sonra bu bir üzdür. Bir də buradan bura. Bax, bu üçünün cəmi bizə verilibdir ki, 12-dir. Onda biz belə eləyək də. Bura bir H yazaq, bura H yazaq, burada bir A yazaq da tərəfimizdə. Demək, onda yazaq ki, 2H plus A bərabərdir 12. Sonra verilibdir ki, yan səthdə 32-dir. Yan səthin də düsturu bilirsiniz də ki, demək 2-də 1, P oturacaq, vurulsun, H-da ilə el deyək. H bərabərdir 32. Demək 2-də 1, 4AH bərabərdir 32. Buradan AH bərabərdir 2, 32 neçələrdir? 16. Demək, AH 16-dır. Bir də 2H plus A bərabərdir 12. Demək, biz buradan sistem tənlik həll edib qiymətlərini tapmalıyıq. Demək, 2H plus A 2H plus A bərabərdir 12-yə. AH da bərabərdir 16. Buradan əvəzləməyini eləyə bilərsiniz. Məsələn, baxın görək, bura 4 ilə 4 qoysam, 16, bura 4, 4, 8 olur. Demək, 1, 4 ilə 4 olacaq. Bir də hasili 8 olan 2 ilə 8 versəm, 2, 2, 4, 8 olur. Bir də 2 ilə 8 olur. 1 ilə 16 versəm, olur. Demək, cavab nəticədə 4 ilə 4, bir də 2 ilə 8 ödəyir. İndi hansı cüt olacaq, hansı olmayacaq? İndi baxın, mən sizə bayaq göstərdim axı. Demək, bu hissədə, demək, üzlərin apofemidir də. Bir də təzdən göstərim buranı. Demək, baxın, bu apofemdir, buradan bu apofemdir, bizə bu tərəfdir. Demək, bizdə elə bir ki, əlimizdə belə bir üç bucaq var. Demək, 4, 4 olsa, demək, 4, 4, burada 4 olsa, onda bu üç bucaq doğrudur. Demək, onda bundan hamısı 4, 4, 4 ola bilər. Ancaq 2 və 8 olsa, baxın, 2, 2, 8. Bu üç bucaq bərabərsini ödəmir. Demək, ona görə doğru cavabımız neçə olacaq? 4, 4. Yəni, apofenin qiyməti 4 olacaq. 22-ci sualda, demək, 22-ci sualımızda asandır, rahatdır yenə. X üstü 12, X üstü 12 minus 64. Biz X üstü 12-ni yaza bilərik ki, X üstü 6-nın kvadratı çıx, bunda 8-in kvadratı. Sonra bunu kvadrat kimi açsaq, şöyle açaq bunu x üstü 6 minus 8, bir de x üstü 6 plus 8. Sonra bunlar kub kimi açaq. Demək, x üstü 6 minus 8, x üstü 2'nin kubu minus 2'nin kubudur. Kublar düstunun açaq. X üstü 2 çıx 2. Sonra bilirsiniz de bunları 2x kvadrat plus 4. Diğer də açaq. Bu birində də x kvadrat plus 2, x üstü 4 çıx 2x kvadrat plus 4. İndi D dərəcəsi yüksək olanları, yəni sadəcə bundan bunu götürəsiniz düzgün cavabda. Yaxşı, demək 23-cü sualda bir dəyən baxaq. 23-cü sualda deyək ki, oturacaqları eyni alfa müstəvisi üzərində olan iki konkret bərabər yanı üzrən təpə nöqtələri ortaqdır. Fikir verin. Bax, ortaq təpəsi budur. Bir üç bucağım budur. Gördünüz, aha, bu birdir. Bir üç bucağımız da budur. Mavi renkli olan. Görürsünüz, oturacaqlar da paraleldir. Все. Tamam. Əsas məsələ şəklimizi çəkməkdir. İndi bizə nə deyir? Deyir ki, üç bucaqların oturacaqları bir-birinə paralel aralarındakı məsafə 12 kökdə 3'dür. Demək, onda buradan bura qədər olan məsafə, bura 12 kökdə 3'dür. Deyir ki, üç bucağın təpədən çəkmiş hündürlükləri arasındakı məsafə. Tamam, üç bucaq bu mavi olan hündürlüyü buradır. Qırmızı rəngində hündürlüyü buradır. Demək, bunların arasındakı bu bucaq 60 dərəcədir. Demək, indi biz bunu gəlin burada belə kənara çıxardaq, özümüz rahat görək. Bax, bura 60 dərəcədir, bura 12 kökdə 3'dür. Bizə də deyibdir ki, bu hündürlükdür da, düzdür. Aha. Bu da iki kongruent üçbucaqdırlarsa, bərabər yanlı üçbucaqlardır. Demək, onda bura ilə bura bərabər olacaq. Onda demək, üçbucaqlar eynidirsə, demək, onda hündürlükləri də nədir? Eynidir. Onda demək, təpə bucaq 60 dərəcədirsə, yüksəsinə 60 çıxıb 2-yə böləndə, onda bunlar da 60. Demək, bu üç bucaq bərabər tərəfli üç bucağıymış. 12 kökdə 3 imiş bu ortada olan hissə.
İndi D təpə nöqtəsindən alfa müstəvisinə qədər olan məsafəni tapın. Demək, təpə nöqtə burada, buradan buraya qədər olan məsafə. Yəni bizdən bərabər tərəfli üçbucağın hündürlüyünü soruşur. Və sonunda burada da nə var? Bura 30 dərəcədir. 30-un qarşısı 6 kök 3 isə 60-ın qarşısı 6 kök 3-ün kök 3 misli olacaq. Demək, cavab neçə olacaq? 18 olacaq. 24-cü suala baxaq. Demək, 24-də deyir ki, y bərabərdir x kvadrat minus 3 modul x funksiyasının qrafikinin absissoxil hidrolanmış fiqurun sahəsini. Demək, onda biz hidrolanmış fiqurun sahəsini tapmaq üçün birinci nə etməliyik? Bu funksiyanın qrafikini qurmalıyıq. Funksiyanın da qrafikini qurmaq üçün siz bilirsiniz də x və y qiymətlər verib test tapmaq olar. Məsələn, 0 verəndə 0 olur, 1 verəndə -2 olur. Məsələn, 2 versək 2'nin kvadratı 4 çıx 6. Burada -2 oldu. 1 çıx 3. Tamam. 1'də də -2 olur. 2'də də. Sonra bir də 3 versək 3'ün kvadratı 9. 9 0. Tamam. Onda biz belə eləyək. Demək, bizim funksiyamız 0'da 0'dır. Sonra x-ə 1 verəndə y -2 olubdur. X-ə 1 verəndə y -2 olur. Demək, onda bu nöqtədən keçəcək. Sonra x-ə 2 verəndə də -2-dən keçibdir. 2'nin kvadratı 4 çıx 6. Hə, -2. Necə deyirəm, bir də hesablamanı səhv eləyərəm. 2'nin kvadratı 4 çıx 6 -2 düzdür. 1 qoyanda 1 çıx 3 -2. Tamam. Yaxşı. Onda biz bir də 3 qoyduq 0 oldu. Demək, onda bir də bu 3 nöqtəsindən keçəcək. Onda demək, bizim funksiyanın qrafiki bu olacaq. Bir də -1 verək. -1 verəndə olur bu 1 çıx 3 yenə -2. Demək, onda yenə təpə nöqtəsi burada olacaq. -3 verəndə yenə -3 verdikdə yenə neçə olur? 0 olur. Onda elə simmetrik elə eyni bu formada belə simmetrik funksiya olur. Tamam, onda rahatdır demək misalımız. Demək, bura 0'dır, bura 3'dür. Onda biz nə edirik? 0'dan 3'ə demək, x kvadrat çıx 3x'in dx integralını tapaq. Bu integralı tapdıqdan sonra aldığımız cavabı vuracağıq 2'yə. Elə bunu necə yazım? Bura 2 vur yazırım. 2 vur. Vəssalam, misalı hesaplayarsınız. Çünki bu fiqurla bu fiqurun sahəsi eynidir, simmetrikdir. Tamam, indi 25-ci sualımıza bir dənə baxaq. Yaxşı, bura bir dənə baxaq. Demək, m bərabərdir AD minus 2AB plus BC plus AC-ni veribdir bizə. İndi bizə deyir ki, burada əsas məsələ D düz xətt üzərində götürülmüş A nöqtəsi BD-nin orta nöqtəsidir. Demək, onda buradan bura qədər olan məsafə ilə buradan bura qədər olan məsafə eynidir. Onda biz belə deyə bilərik ki, onda DA vektoru bərabərdir AB vektorunun əksinə. Çünki bu B-də B çıxadır, bu da açıq dedi. Bir-biri ilə əks vektorlardır, yəni bərabərdirlər. İndi biz belə eləyək. Demək, bu AD-yi yazaq. Üstə gəl, 2AB-ni yazaq. AB plus AB. Plus BC plus AC. İndi AD ilə AB bərabər bir-birinin əksidirlər də. Demək, ona görə bunlar islah getdi. Bunlar islah olsa, onda fikir verin hələ bura. Deyir ki, AB ilə BC-nin cəmi. Bu bizə AC-ni vermir. Demək, biz bu ikisinin yerinə AC yazaq. Onda bu AC ilə AC-ni toplayanda 2 dənə AC verir. AC-ni də 8 verdiyinə görə 2 vurulsun. 8 neçə olacaq? 16 olacaq. Demək, 26-cı sualda deyir ki, bunlar ardıcıl natural ədədlərdir. Demək, ardıcıl natural ədədlərdirsə, onda qarşılıqlı sadə ədədlərdir. Demək, onda əkab AB bərabərdir m-dirsə, qarşılıqlı sadə ədədlərin əkabı onların hasilidir. Onda A vur B m-dir. Yenə bizdə verilib də əkab A plus 1 ilə B plus 1 bərabərdir M plus 28. Bunlar ardıcıl ədəd idilərsə A ilə B, onda üzərinə bir gələndə yenə ardıcıl ədədlər olur. Yenə onda deməli bunların əkabı da bunların hasilidir. Demək, bərabərdir M plus 28. Mötərizəni açsaq AB plus A plus B plus 1 bərabərdir M plus 28-ə. AB-nin qiyməti bizə neçə verilibdir? M verilibdir. Bura biz M versək, onda bu M ilə bu M islah olar. Onda A plus B bərabərdir neçə olar? 27. Deməli, bizdən də A plus B cəmini soruşurdu. 27-ci sualımıza bir dənə baxaq.
Köçürtdü misala ki, sizin vaxtınız yetməsin. Demək, bu uyğunlaşmanı necə eləyirik? Birinci baxaq. Deyir ki, A bərabərdə 2-də 1 olduqda azalan olur. Bilirsiniz ki, azalan olması üçün, məsələn, loqaritma deyək ki, A əsasdan x-dir. Bu A-ımız 0 və 1 arası olarsa azalan olur. 1-dən yuxarı olarsa artan olur. Bu bizim qaydamız. İndi 2-də 1-i qoysaq bura, 2-də 1-in kvadratının üstünə 1 onda 1 gələndə 1-dən böyük olur. Ona görə bu azalan olmaz. İkinci şərtə baxaq. Deyir ki, A-nın istənilən qiymətində artandır. Bu doğrudur. Çünki bizdə A kvadrat üstəgəl 1 onda 1. 1 onda 1 onsuz yəni 1-dən yuxarı da artandır. A-ya da biz nə verib müsbətdir. Ona görə həmişə 1 onda 1-dən böyük rəqəm alacaq. Ona görə demək doğru cavabımız bura B bəndi olur. İndi keçək C-yə baxaq. A-nın yalnız 1 tam qiymətində azalandır. Xeyr, biz dedik ki, həmişə artandır. D, A 2.5 olduqda azalan olur. Xeyr, artan idi. Y bəndə A1 olduqda mənası vardı. A-nın yerinə 1 qoysaq, 1-in kvadratının üstə 1 yəni 2.1 edir. Bəli, mənası vardır. Demək, onda birincinin cavabı B ilə Y olur. İndi ikinciyə fikir verək. İkincidə uşaqlar B ilə, belə deyək də, A, B, C, D, Y. B ilə Y-yi seçmişik. A bəndinə baxaq. 2-də 1 yəni 0.5. Bura biz 0.5 qoysaq, 0.5-dən 2.4-dən çıxanda mənfi eləyir. Ona görə ödəmir. Demək, A bəndi ödəmədir. İndi bura qoysaq 0.5-i. 0.5-in kvadratı azalan olur. Bəli. Onda demək, üçüncünün cavabı olacaq A bəndi. İkinciyə, onda bu da getdi. C ilə D qalır. C ilə D-yi yoxlayaq. A-nın yalnız 1 tam qiymətində azalan olur. Demək, biz demişik ki, azalan olması 0 ilə 1-in arasında olmalıdır. Demək, 1-dən kiçik olur. Onda A-ımız 3.4-dən kiçik olur. Demək, 3.4-dən kiçik, yəni 3-ü qoysam, 3-dən 2.4-dən çıxanda 0 tam neçə eləyir? Bəli, azalan olur. Ona görə demək, bu C bəndi ödəyir. Bir də D bəndi qalmışdı. 2.5 olanda 2.5-dən 2.4-dən çıxanda 0.1 eləyir. Azalandı, bəli. Demək, bunun da cavabı oldu C və D bəndi.